Bugünkü dərsimiz uşaqlar təsvir fəaliyyət məşğələsidir. Bugün sizə sehirli bir toxum göstərəcəm. Biz bu toxumu uşaqlar həm əkə bilirik, həm isə biz bundan rəsmlərimizdə istifadə edirik bəzək kimi uşaqlar. İndi baxaq görək bizim bu dəmir bitkimiz hansıdır? Baxın uşaqlar. Bu lobya imiş uşaqlar. Gəlin indi bu dəmir bitkimizdən rəsmimizdə istifadə edək. Baxaq görək biz bundan nələr